bu oyuna qədər 3 xalımız var idi. Lakin artıq 3 xalımızı da bugün qazandıq. Ümid edirəm ki, bundan sonra komanda belə inamlı oyun oynayacaq. Komanda bizi sevindirdi. Çünki tək 3 xalı qazanmadı, əlavə olaraq 3 gol vurdu. Bu da çox vacibdir. Və ümid edək ki, növbəti oyunlarda da bugünkü kimi gözəl, inamlı, cəsarətli oyun nümayiş etdirəcəkdir. Baxmayaraq komanda 1-0, 2-0 udurdu, hücuma geliyor. Bu da bizim üçün çox vacibdir və indiki olan Affanın bütün gənclər komandasında, milli komandasının fəlsəfəyə uyğun olaraq oynadılar. Udmağına baxmayaraq qabağa gelib əlavə gol vurmağa çalışdılar. Elxan müəllim, Ramil Şeydayev və Ayaz Quliyev neçə illərdir Azərbaycan yığmasını cəlb etmək üçün çalışırsınız. Və onlar hər dəfə yox deyirlər də və ya deyirlər ki, fikirləşərik. Artıq bu cəhdlər sona çatımı, yoxsa bundan sonra da bu cəhdlər davam edəcək? Bizim qapılarımız açıqdır. Ramil Şeydayev və Ayaz Azərbaycanlıdırlar və təbii ki, Azərbaycan milli komandaların əslində, komandaların qapıları onlar üçün təbii ki, açıqdır. Və əsas odur ki, biz təkliflərimizi vermişik, dəvətimizi göndərmişik, görüşmüşük. Bundan sonra onların patriotik hissləri oyanmalıdır və doğru seçim etməlidir. Futbolçuları xüsusi motivasiya eləmişdir, sırf Şeydayevin məsələn imtinası və bugün də meydanda olması, bu əlavə stimul idi bu komanda üçün, yoxsa bu barədə söhbət olmadı? Əslində, hər futbolçu yəqin ki, bunu bir stimul kimi qəbul edir, anlayır ki, rəqib komanda qarşı oynayanda orada Azərbaycanlı futbolçu oynayır və onlar da yəqin istəyərdilər komanda olaraq ki, Ramil güclü futbolçudur, belə bir güclü futbolçu bizdə oynasın. Lakin bu əlavə stimuldur bizim futbolçularımız üçün göstərmək ki, onlar ondan da pis deyil. Bir də başqa suallar da verək, bu Xaqani Məmmədov işinə bağlı. Xaqani Məmmədovla bağlı, o işi ilə bağlı bildiyiniz kimi komissiya yaradılıb artıq, müvafiq tapşırıqlar verilib və nəticə olaraq təbii ki, ictimaiyyətə bildirəcəyik. Tərkibi məlumdur? Yox, əslində məlumdur təbii ki, lakin məfhumi saxlayırıq, çünki düzgün olmaz idi. Çünki bu məsələdə 3 şəxsdən söhbət gedir, ona görə məxfi saxlamaq daha yaxşı olardı. Tərkibi üzvlükdən ancaq AFA rəhbərliyin və PFL rəhbərliyin xəbəri. Elxan müəllim, bəs bu araşdırma sonlanana kimi, yekunlaşana kimi Xaqani Məmmədovun vəzifəsindən müvəqqəti uzaqlaşdırılmaq məsələsi gündəmdədirmi, yoxsa vəzifəsinə davam edəcək? Əslində, biz komissiyada bir müddət qoyduq, 60 gün müddət qoyduq və 60 gün əslində uzun bir müddət deyil. Ona görə AFA rəhbərliyi düşündü ki, komissiya o deməkdir ki, 60 gündən sonra ola bilər ki, 30 gündən sonra bir nəticə ilə qayıtsınlar və biz istədik ki, komissiya üzvləri bu işlərin nəticəsi olaraq yazılı bizə bildirsinlər. Biz də təbii ki, hesabatı və nəticəni, arayışı ictimaiyyətə təqdim edəcəyik. Yəni, beynəlxalq təcrübəyə əsasən adətən belə araşdırma gedəndə həmin vəzifə sahibi öz vəzifəsindən kənarlaşır. Bilirsiniz, AFA rəhbərliyi düşündük ki, birincisi gəlin araşdıraq, ondan sonra müvəffiq qərar qəbul edilir. Bir də deyirəm, bu söhbət getmir bir il araşdırmadan, söhbət gedir ancaq 60 gün, maksimum 60 gün vaxt verilmiş. O deməkdir, ola bilər ki, 2 həftədən sonra, 4 həftədən sonra bir nəticə ilə qayıtsınlar.